Salam, hər vaxtınız xeyir. Şifrələr mövzusundan bəzi sualların izahına baxacağıq. Birinci sualda bizə 5 dənə ədəd verilib, qarşısına da 5 dənə sətir verilib ki, hər sətirdə 4 dənə fərqli fiqurlar var. Elə bizim ədədlərimiz də 4 rəqəmli ədədlərdir. Ədədlərə uyğun gələn sətirləri seçməliyik. Yəni hər bir ədədə eyni bir fiqur, fərqli ədədə fərqli bir fiqur uyğun gəlməlidir. Burada bizim üçün ipucu nə ola bilər? Başlayıram ilk rəqəmlərdən baxmağa. 2 dənə 5 var, 2 dənə 2 var, 1 dənə 3 ilə başlayan ədəd var. Burada da ilk fiqurlara baxıram ki, 2 dənə üçbucaq var, 2 dənə ağ kvadrat var, 1 dənə ulduzla başlayan sətir var. Burada 1 dənə 3 ilə başlayan ədəd, burada da 1 dənə ulduzla başlayan sətir. Deməli, mən ulduza aid olan ədədi tapdım. Ulduza aid olan ədəd 3-dür, ağ kvadrat 5-dir, sonra 2 gəlir, qara üçbucaq 2-dir, yuxarı baxan ox da 4-dür. Beləcə mən 5 ədəddən 4-ünü tapmışamsa, heç o birinə ehtiyac yoxdur. Yəni burada onları yerinə qoysam, 2, 3, 4, 5 tapmışamsa, 6-ya da bir dənə hansı fərqli fiqur qalıbsa onu götürərəm. Baxıram fərqli fiqur burada nə var? Aşağı doğru baxan ox. O da 6-nı bildirir. Deməli 6-nın oxu aşağı baxır. Sonra buradan təkrar baxsaq, 2-yə biz nə tapmışdıq? Qara üçbucaq. Deməli variantımız qara üçbucaqla başlamalıdır. Variantların hamısı qara üçbucaqla başlayır. Aşağı doğru baxan oxla bitməlidir. Onda deməli B variantı gedir. 3-ə nə tapmışıq? 3-ə ulduz tapmışıq. A və C variantı ulduzla davam edir. E-də isə başqa fiqurdur. E-ni atırıq. D-də başqa fiqurdur. D-ni atırıq. A və C ilə davam eləsək. 4-ə nə tapmışıq? 4 burada sonuncu fiqurdur. Sonuncu ədəddir. Yuxarı baxan ox. Yuxarı baxan oxla davam ediriksə cavab olur A variantı. İkinci sualda yenə bənzəyir. 5 dənə söz verilib, 5 dənə ədəd verilib. Burada ipucu kimi ilk hərflərə baxsam, 2 dənə A ilə başlayan söz var. O biriləri isə X ilə, B ilə, T ilə başlayır. Yəni fərqli hərflərlə başlayır. Deməli, mən A ilə başlayanları tez taparam. Baxıram buradakı ədədlərə, 2 dənə 4 ilə başlayan variant var. Deməli, alma ilə asta sözünə bunlar aiddir. Və mən indi necə davam edə bilərəm? Məsələn, alma və asta sözlərinə baxıram. Görürəm ki, burada ya l-ları axtarım, ya da ki m-nı axtarım, ya s-nı, ya da ki t-nı axtarım. Bu formada davam edə bilərəm. Məsələn, 3-cü hərflərə baxsam, burada ipucunu artıq özüm seçməliyim. Hansı ipucu mənə rahat gəlirsə, onunla davam edirəm. Görürəm ki, 3-cü hərflərə baxsam, m, t, t, l, l. Yəni 2 dənə l var, 2 dənə t var, 1 dənə m var. Deməli, mən m-nı tapa bilərəm 3-cü hərflərdən. Baxın, 3, 3, 6, 6, 9. Deməli, onda m-ya aid olan budur. Çünki m 1 dənə idi, 9 da 1 dənədir. Deməli, alma sözünə 4694 aiddir. Artıq mən A hərfinin 4 olduğunu onsuz bayaq da tapmışdım. İndi bir daha gördüm. L-nı, m-nı tapdım. A hərfi 4-dürsə, asta sözdə tapılır ki, 4834-dür. Sonra xəta, bəla, tala sözlərini tapaq. Məsələn, talanı rahat tapa bilərəm, çünki içində 2 dənə A var. 4, 4. İçində 2 dənə 4 olan variant 34, 64. T hərfi oldu 3. T hərfi 3-dürsə, xəta sözü ilə bəla sözlərini ayırd edə bilərik. Əlimdə 72, 64 var, 12, 34 var. T hərfi 3-dürsə, xəta sözünün içində 3 olmalıdır. Onda 12, 34 xətaya aiddir, bəlaya da qaldı 72, 64. Bu formada 5 sözə aid olan 5 ədədin hamısını tapdıq. İndi bizdən tələb olunur ki, alma sözündən xəta sözünü çıxaq. Alma sözünün şifrəsi 4694-dür. 4694-dən xəta sözünə biz nə tapmışıq? 1234. 1234-ü çıxırıq. Bunları bir-birindən çıxanda qalır 3460. İndi biz bunu şifrəyə çevirməliyik. Çünki variantlarda yəni sözlə istəyir, ədəd kimi istəmir. 3 və 4-ün şifrələrini bilirəm. Məsələn, talada 3 hərfi var. 3 ədədi var. Görürəm ki, T hərfidir, yazıram T. 4-ün şifrəsi də talada var. A. T və A ilə başlayan, onsuz da bir dənə variant var. Elə A variantını götürürük. Sonra məsələn 6 gəlirdi. 6-nı mən alma sözündə görürəm. L hərfi. Sonra 0 gəlirdi. 0 burada heç yoxdur. Deməli 0-a da fərqli yeni bir hərf verməlidir. E hərfini veribdir. A variantı doğru variantdır. Üçüncü sual. Gəzən sözünə, yəni 5 hərfli bir sözdür, aid olan 5 dənə fiquru verib. İndi bizdən özgə sözünü tapmamızı istəyir. Gəlin buradan ortaq hərflərin şifrələrinə baxaq. Yəni C-nin şifrəsi oldu qara üçbucaq. Deməli, özgə sözünün 3-cü hərfi qara üçbucaqla işarələnəcək. Ə hərfinin şifrəsi A kvadratdır.
özgə sözünün son hərfi A kvadrat olacaq. Z hərfinin şifrəsi ulduzdur. Deməli, bu da ulduz olacaq. Bəs Ö hərfi məndə yoxdur. Deməli, Ö-yə fərqli fiqur verməlidir. Yəni, D variantında məsələn 3 bucaq verib, 3 bucaq C hərfinin şifrəsi idi. B variantında ulduz verib, ulduz Z hərfinin şifrəsi idi. Ona görə B gedir, D gedir. C-də ağ dairə veribdir. Ağ dairə burada son fiqurdur, yəni N hərfinin şifrəsidir. Bu da gedir, A və E qalır. A və E-də Ö hərfinə fərqli fiqur veriblər. Burası doğrudur. Sonra Z hərfinə bayaq dedik ki, ulduz gəlməlidir. Bu da doğrudur, 2 variantdadır. Sonra qara üçbucaq və A kvadrat gəlməlidir. E variantında qara üçbucaq və A kvadrat gəlib, E variantını götürürük. Baxırıq 4 nömrəli suala. Burada 3 dənə sətir verilib, hərəsində 3 dənə fiqur var. Ona uyğun olan variantı seçməliyik. Yəni ki, eyni fiqura eyni ədəd, fərqli fiqura fərqli ədəd. Tutaq ki, burada 2 dənə ağ dairə görürəmsə, ikinci sətirdə, onda bunlara ikisinə də eyni rəqəm verməlidir. Tutaq ki, 1-1 veribsə, problem yoxdur. 1-1 veribsə, problem yoxdur. 2-2 veribsə, problem yoxdur. Amma D variantında 3 və 1 veribsə, yəni ağ dairənin birinə 3, birinə 1 vermək olmaz. Deməli, mən bu ipucunun köməyi ilə D variantını atdım. Sonra, məsələn, burada 2 dənə kvadrat görürəmsə, bunlara eyni rəqəm verməlidir. Baxıram ki, 3-3, 4-4, 4-4, 4-4. Bunları düz veribdir. Onda biraz da detallı baxsaq, ağ dairə bir dənə burada var, 2 dənə də burada var. Bunların üçü də eyni rəqəm olmalıdır. Baxıram ki, 1, 1, 1. Amma burada bir dənə də 1 var. Onda deməli, A kvadratı da 1 veriblər. A variantı oldu səhv. İndi B variantına baxsam, baxıram ki, 1, 1, 1. Burada bir dənə də 1 var. Deməli, qara üçbucağı da 1 veriblər. Bu da oldu səhv. C və E variantı qaldı. İkisindən biri doğru variant olmalıdır. Baxıram ki, 2, 2, 2. Ağ dairələri 2 verilib. Sonra baxıram ki, 4, birinci ədədin son rəqəmi. Burada da 2 dənə rəqəmə 4. Baxıram ki, A kvadrat 4, bu A kvadratlar da 4. Problem yoxdur. Sonra üçbucaqlar qaldı. Qara üçbucaqlar. Bunların da hər birinə 3, 3, 3. C variantı tam uyğundur. Hər ehtimala qarşı E variantını yoxlayıram. E variantda baxın, ağ dairə, 2 dənə də ağ dairə. 2, 2, 2. Amma burada bir dənə də 2 var. Deməli, qara üçbucağı da 2 veriblər. E variantı da gedir. C variantını götürürük. 5 nömrəli suala baxırıq. 5 nömrəli sualda 2 dənə söz verilibdir bizə, akrobat və diabet. Və onların şifrələri də verilibdir. Amma şifrələrdə görürəm ki, həm ədəd var, həm hərf var. Biz bunu necə başa düşürdük? Belə başa düşürdük ki, bu ədədlər bu şifrələrin sırasını göstərir. Akrobat sözündə 7 dənə hərf var. Elə burada da 7 dənə hərf var. Yəni 7 dənə şifrə var. Amma bu şifrələrin sıraları səhvdir. Şifrələrin sıralarını biz özümüz bərpa eləməliyik. Necə bərpa edirik? Bu rəqəmlərin köməyi ilə. Yəni T1 o deməkdir ki, birinci T şifrəsi gəlməlidir. Amma sonra S gəlməli deyil. Baxın, S-yə 7 yazıbdır. 2 hardadırsa, ikinci o gəlməlidir, yəni P. Sonra isə üçüncü Q gəlməlidir, çünki 3 yazılıb. Beləcə, mən bu rəqəmlər nə işimə yarayır? Şifrələrin sırasını bərpa eləməyə. U, D, T və son olaraq da 7-ci şifrə S. Beləcə, mən şifrələri bərpa elədim. Artıq mən bilirəm ki, A hərfinin şifrəsi T-dir. K hərfinin şifrəsi P-dir. Tutaq ki, T hərfinin şifrəsi S-dir. Beləcə, akrobat sözünü tapdıq. İndi eyni şey diabet sözünü eləyə bilərik. Amma gəlin birinci suala keçək. Əgər lazım olsa, ipucu kifayət eləməsə, diabet sözündə eyni şey eləyərik. Yox, əgər ehtiyac olmasa, elə bu ipucu ilə cavab çıxsa, vaxt itirməmiş olarıq. Onda deməli, mən burada düzgün sözü tapmaq üçün nə etməliyəm? Bu şifrəni təzədən düzməliyəm. Başlayıram şifrəni təzədən düzürəm bu rəqəmlərin köməyi ilə. T, birinci D yazıram 1, sonra D, 2 D yazıram D, Q, L və P. Baxaq görək bunlardan hansı bizdə var. T şifrəsi A hərfinə uyğundur, yazıram A. D şifrəsi burada var, 5-ci şifrədir. Yəni B hərfinə uyğundur. A, B. A, B ilə başlayıramsa, 3 dənə variant artıq getdi, 2 variant qaldı. Sonra Q şifrəsi gəlir. Q şifrəsinə də R aiddir. A, B, R. Baxıram ki, bu abzas deyə Z ilə davam edir. A variantı səhvdir, E variantını götürürəm. Məsələn, mən L-nın şifrəsini bilmirəm. P-nı da bilmirəm. P-nı buradan görürəm ki, K hərfidir. L-nı bilmirəm. L-nı əslində buradan götürmək olardı, amma heç ehtiyac olmadı. Variantlardan düzgün cavab çıxdı və vaxt itirməmiş olduq. 6-cı sual. Burada şərt belədir ki, deyir X şərti dilindən bu cümlələr X şərti dilinə tərcümə olunubdur.
Yəni bu formada fərqli bir uydurma bir dilə tərcümə olunubdur. Amma cümlələrdəki sözlər burada bitişik yazılıbdır. Onları söz-söz ayırmaq bizim işimizdə artıq. Yəni onlar səni görür cümləsini fərqli bir dildə yazıblar. Uydurma bir dildə. Biz orada bu bütöv cümləni parçalamalıyıq, sözlərə ayırmalıyıq və sözlərin tərcümələrini bilməliyik ki, onlar bizi görür cümləsini yaza bilək. Onlar sözü burada iki yerdə var. Onlar, onlar. Baxıram ki, ti. Deməli, onlar sözünün tərcüməsi tidir. Nəyə görə tir deyil? Çünki burada tir olsaydı, burada da tir olardı. Onda deməli, ti ilə başlamalıyım. Ti ilə başlayıramsa, iki dənə variant gedir. Sonra bizi sözünün tərcüməsi mənə lazımdır. Bizi sözü burada var. İndi bu bizi sözü cümlənin ortasındadır deyə, mən gərək səni bilim ki, sən sözünün tərcüməsini. Arxasında da bizi sözünü tapa bilim. Sən sözü burada da var, burada da var. B. Bu iki hərf sən sözünə aiddir. Sonra bizi gəlir. Bizidəki to deyə davam edir. Ti, to. Z-nı nəyə görə götürmədim? Götürə də bilərəm, götürməyə də bilərəm. Artıq orada variantlardan kömək almalıyım. Baxıram varianta, görürəm ki, variantda Z hərfi var. Z hərfi varsa, deməli, götürməliyim. Burada isə yoxdur. Onda deməli, ola da bilər, olmaya da bilər. Onu necə dəqiqləşdirə bilərəm? Bu son sözün tərcüməsini taparaq. Görürəm ki, bu son söz axtarmaq sözüdür. Axtarmaq burada da var, burada da var. Baxıram ki, zara. Deməli, onda bu Z hərfi axtarmaq sözünə aiddir. Deməli, mən Z-nı götürməməliyim. Çünki mənim cümləm görürlə davam edir. Bu Z hərfi aid deyil. Görür sözü burada var idi, burada da var idi. Baxıram ki, marka. Deməli, görür sözündə tərcüməsi oldu marka. Tito, marka. A variantda gedir, B variantını götürürük. 7-ci sual. 5 dənə sözdür, 5 dənə ədəddir, uyğunlaşdırırıq. Yəni, ipucu kimi elə baş hərflərdən başlayıram. 3 dənə A ilə başlayan söz var. Başlasaq onlardan 3 dənə 1 ilə başlayan rəqəm var. Deməli, A-lara bunlar aiddir. Sonra necə davam edərəm? Deməli, mən ən azından A-nın 1 rəqəminə aid olduğunu tapdım. Bu 3 sözdən hansı rahat tapılar? Biraz göz gəzdirirəm. Məsələn, anar sözü rahat tapılar. Çünki anar sözündə 2 dənə A var. Onlardan fərqlənir. Arzudan, aqildən fərqlənir. Sara sözünə də 2 dənə A var, amma anarın birinci rəqəmi də A-dır, üçüncüsü də. Yəni, birinci hərfi də A-dır, üçüncüsü də. Onda A hərfi 1-dirsə, birinci və üçüncü rəqəmi 1 olan 1415. Mən anar sözünü tapdım. Anar sözünün şifrəsi oldu 1415. İndi onun köməyi ilə, məsələn, digər sözlərdən tapa bilərəm. Məsələn, arzu sözünü tapmaq istəyirəm. Arzu sözündə R hərfi var. Anar sözündə də R hərfi var. R hərfi 5 idi. Onda arzu sözü 5 ilə davam etməlidir. 1, 5. Baxıram ki, 1572. Arzu sözü oldu 1572. İndi lalə sözünü tapmaq istəsək, ikinci hərfi A-dır. Sara sözünün də ikinci hərfi A-dır. Sara sözündə 2 dənə A var. Yəni 1, 1. Baxıram 81, 51. Sara sözünə də 81, 51 şifrəsi aiddir. Lalə sözündə ikinci hərf A-dırsa 61, 63. Və son olaraq aqil sözü qaldı. Aqil sözünə də 1906 şifrəsi qalıb. Bir dənə şifrə qalıb. İndi bizdən rəna sözünü və nanə sözünü qurmağımız tələb olunur. R hərfini buradan götürürəm 5. Ə hərfi lalənin son hərfidir 3. N hərfi anarda var. Deməli, N hərfi anarın şifrəsinə uyğun idi. Anara biz nə tapmışdıq? 1415. Deməli, 4. A hərfidəki 1. Çıxılsın nanə. N hərfi 4. A hərfi 1. N hərfi 4. Ə hərfin, elə burada yazmışam 3. 5341-dən 4143-ü çıxırıq. Cavab 1198 edir. 1198. Variantlarda da elə bizdən onun ədəd kimi soruşur. A variantını götürürük. Baxırıq 8 nömrəli suala. 5 dənə söz verilibdir. Variantlarda da o 5 sözün hər birinin şifrəsi verilib. Bizdən isə siləm sözünün şifrəsi soruşulur. Mən amma birinci hansı rahatlıqla onu tapacam. Baxıram ki, 2 dənə S ilə başlayan söz var, 2 dənə M ilə. Deməli, bunlar bir-birinə qarışa bilər. Amma bir dənə Ç ilə başlayan var. Deməli, onun ilk rəqəmi fərqli olacaq. Deməli, kiləm sözünü tez taparam. Baxıram, 2 dənə 2 ilə başlayan var, 2 dənə 4 ilə başlayan var, bir dənə 7 ilə başlayan var. Deməli, kiləm sözünün şifrəsi oldu B variantı. Kiləmi tapandan sonra artıq siləmi tapmaq çox rahat olacaq. Çünki kiləmlə siləmin elə 4 hərfi eynidir. Onda heç başqa bir ipucuna ehtiyac yoxdur.
Və onların 4 hərfi, son 4 hərfi eynidirsə, gəlin o şifrələri qoyaq yerinə. İ oldu 5, L oldu 1, Ə oldu 3, M oldu 4. Bir dənə S hərfini bilmirəm. Yəni B variantı ikiləm sözünə aiddir. Siləm sözünün son 4 rəqəmi bu şəkildədir. Variantlarda da elə bir dənə variant var. E variantını götürürük. Başqa bir ipucuna ehtiyac qalmır. 9-cu suala baxıram. Yenə burada rəqəmlərin köməyi ilə şifrələri təzədən düzürük. Z, A, P, M. P, M, H, C. Beləcə mən məhbus sözünün şifrələrini tapdım. Balans sözü üçün də eyni şey eləyirik. Yəni 6 hərfli sözdür. Orada da 6 dənə şifrə var. Şifrələri düzürəm. M, T, Ç, T və P ilə C. İndi bizdən hesab sözü verilibdir. Əslində şifrəsi də verilib. Sözün özü də verilib, hesab sözü, şifrəsi də verilib. Bəs bizdən nə soruşulur? Baxın, burada rəqəmlər yazmaq yerinə A, B, C, D, E yazıblar. Halbuki orada rəqəmlər olmalı idi. Bizdən tələb olunan budur ki, A, B, C, D, E hərflərinə uyğun rəqəmləri tapaq. O rəqəmlərin mənası nə idi? Rəqəmlər o şifrələrin neçənci yazılmalı olduğunu bildirirdi. Rəqəmlər şifrələrin neçənci yazılmalı olduğunu bildirirdi. Baxın, biz o rəqəmlərin köməyi ilə bu şifrələri düzdük. Onda gəlin biz özümüz hesab sözünün şifrəsini tapaq və görək ki, hansı hərf neçənci yazılmalıymış. Onun köməyi ilə də A, B, C, D, E-nin yerinə rəqəm qoyaq. Hesab sözündə H hərfi var. H hərfini mən hardan götürə bilərəm? Məhbus sözündə F şifrəsi. Sonra E hərfi gəlir. E hərfi nə məhbusda, nə balansda yoxdursa hələlik qalsın. S hərfi məhbusda var, son hərfdir, C şifrəsi. Sonra burada bir dənə şifrəmiz qalıb, A hərfi. A hərfi balansda var, T şifrəsi. Bir dənə B hərfi qaldı, B hərfini də məhbusdan götürürəm, M şifrəsi. Onsuz da burada şifrələri bizə vermişdi. Biz sadəcə təzədən düzdük. Onda gəlin E-ni də buradan götürək. Baxın, F-ni yazmışam, C-ni yazmışam, T-ni və M-ni yazmışam. Burada X şifrəsi qalıb. Deməli, E hərfinə də X şifrəsi aiddir. Və biz bunu düzəndən sonra artıq bildik ki, hansı hərf neçənci yazılmalıymış. Hansı hərfin rəqəmi neçədir. Yəni, birinci F gəlirsə, deməli, F-nın şifrəsi, F-nın kodu 1-dir. Yəni, yanına yazılmalı olan rəqəm 1-dir. Sonra X hərfi gəlirsə, deməli, 2. C hərfi 3-cüdürsə, yazıram G-yə 3. Sonra A hərfi T şifrəsi aiddir. Yəni, 4-cü hərfə T aiddirsə, T oldu 4. Sonra da qaldı 5. Yəni, M sonuncu da oldu 5. Deyir, A, B, C, D, E-ni düzün. 4, 1, 5, 2, 3. A, B, C, D, E hərflərinin uyğun rəqəmləri A, B, C, D ardıcılığı ilə düzün. Yəni, birinci A, sonra B, sonra C, sonra D, sonra E. 41523. Bu formada cavabı götürürük. Və son sual. Deyir ki, verilmiş 5 sözün qamış, şam, qaş, aşıq və qış sözlərinin hərfləri bu şəkildə şifrələnibdir. Bu ədədlərlə, 1, 2, 3, 4, 5 ədədləri ilə. Hər bir dairə üzərində bir sözün hərfləri şifrələnmişdir. Hər bir dairə üzərində bir sözün hərfləri şifrələnmişdir. Hərflərin yerlərini müəyyən edərək uyğunluğu tapın. Baxıram ki, burada çox hərflər var. Burada 5 dənə rəqəm var. Nəyə görə belədir? Çünki hərflərin çoxu ortaqdır. Baxın, bu sözlərin içindəki hərflərin çoxu ortaqdır. Sonra hər bir dairə üzərində bir sözün şifrələnməsi nə deməkdir? Yəni ki, burada baxın 5 dənə halqa var, burada 5 dənə söz var. Yəni hər bir halqa əslində bir sözü təmsil edir. İndi bizim üçün burada başqa nələr ipucu ola bilər? Qamış sözündə 5 hərf var. Aşıq sözündə 4 hərf var. Qış sözündə, şam sözündə, qaş sözündə 3 hərf var. Bunlar da bizim üçün ipucu ola bilər. Çünki elə halqa var ki, mən onu götürəndə görürəm ki, içində 5 dənə rəqəm sığır. Baxın, 1, 2, 3, 4, 5-in hamısı buna sığır. Deməli, bu qamış sözünü bildirir. Elə halqa var ki, mən onu götürəndə görürəm ki, içində 4 dənə rəqəm sığır. Deməli, o da aşıq sözünü bildirir. Digər halqalarda da qış sözü, şam sözü, qaş sözü. 3 hərf olacaq. 3 rəqəm, 3 rəqəm. Məsələn, bu halqanı götürürəm, içində 3, 4, 5 var. İndi mən bunu dəqiq bilmirəm əslində. Bu qış sözüdür, şam sözüdür, yoxsa qaş sözüdür. Amma aşıqla qamış sözləri hərfi sayı çoxdur deyə onları daha tez tapa bilərəm. Sonra bu rəqəmlərin necə, harda yazılmasının nə önəmi var? Məsələn, 3 rəqəmi bütün halqaların içindədir. Ən ortaya yazılıb deyə. Baxıram ki, bütün halqaların içinə daxildir. Deməli, onda 3 rəqəmi elə bir hərfi bildirir ki, o bütün sözlərin içində var. Gəlin əvvəlcə burada bizə nəyi soruşur, ona baxaq. Bizdən soruşulan şey budur ki, oradakı 1, 2, 3 ədədlərinə
hansı hərflər uyğun gəlir? O qamış sözünün bu q, a, m, I, ş hərflərinin hansıları hansı rəqəmə aiddir, onu tapmalıyıq. Gəlin elə bir-bir hamısını tapaq. Mən görürəm ki, 3 rəqəmi bütün halqaların içindədir. Deməli 3 rəqəmin elə bir hərf deməliyəm ki, hamısında olsun. Ş hərfinə baxıram ki, 5 sözün 5-də də var. Və tapdıqca burada yazsam yaxşıdır ki, o mənə bəlkə kömək olar. İndi daha sonra nə edə bilərəm? Bayaq görmüşdük ki, baxın belə bir ipucu var. Bayaq dedik ki, bu halqanı götürəndə içinə 4 dənə rəqəm sığmışdı. 2, 3, 4, 5. Burada 4 rəqəmli söz, 4 hərfli söz hansı idi? Aşıq sözü. Aşıq sözünün deməli hərfləri bunun içindədir. Bu rəqəmlər aşıq sözünün hərfləridir. Onda bu qıraqda qalan hərf hansıdır? A, Ş, I, Q-dan başqa burada hansı hərf var? M hərfi. Deməli, bir rəqəmi də M hərfi bildirir. Beləcə, mən bu ipucunun köməyi ilə M hərfini də tapdım. Deməli, bir rəqəminə də M hərfi aiddir. Bir də oldu M. Bunu tapandan sonra necə davam etmək olar? Məsələn, bu halqanı götürərəm. Deyərəm ki, elə bir 3 hərfli söz seçməliyəm ki, içində Ş və M hərfi olsun. Ş və M hərfi. Baxıram, bunların içində 3 hərfli Şam sözü var. Deməli, 2-yə də A hərfi aiddir. 2 də oldu A. Məndən elə 1-2-3 soruşurdu. Mən də 1-2-3-ü tapdım. Amma gəlin növbəti 2 dənəni də özümüz tapaq. Deməli, 2 də oldu A. Gəlin 4 ilə 5-i də tapaq, dəqiq olsun. 4 və 5-i tapmaq istəsəm. Bu halqanı götürürəm, görürəm içində Ş hərfi var, 2 dənə də əlavə rəqəm var. İndi mən bilmirəm ki, o qaş sözüdür, belə deyək də, aşığı tapmışıq, Şam sözünü tapmışıq. Yerdə nə qalıb? Bu üçü. İndi mən bilmirəm ki, bu 3 rəqəmli, 3 hərfli söz qışdır, yoxsa qaşdır. Onda başqa nə edə bilərəm? Məsələn, başqa bir halqanı götürsəm, tapdıqlarımı bir daha silim. Məsələn, bu halqanı götürsəm necə olur? Bu halqanı götürsəm işimə yarayar. Çünki burada 3 dənədən ikisini tapmışam. Ş-nı tapmışam, A-nı tapmışam. İçində Ş və A olan hansı var? İndi Şam var idi, Şamı silmişik. Nə var? Qaş. Deməli, 4-ə aiddir Q. 4 oldu Q. 5-ə də bir dənə hərf qaldı, avtomatik I hərfi. Beləcə biz hamısını tapmış olduq. Deməli, 1-ə M, 2-yə A, 3-ə Ş. Baxırıq bura. 1-ə M hərfi, yəni ki, 1-ə C variantı. 2-yə A hərfi, yəni ki, B variantı. 3-ə də Ş hərfi, yəni ki, E variantı. Cavab olur bu şəkildə. Bu da son sual idi. Sağ olun, hələlik.